Salamlar. Bugün sizlerle bir challenge edeceğiz. Challenge deyəndə və diqqətinə gələcək. Dostlar, bugün biz Heydər Əliyev Muzeyinə gedəcəyik və sizə o havanı gəzdirmək istəyirəm. Dostlar, indi getməyə hazırıq və abunə olub like atmayı unutmayın. Bir də kameramanımı, tanış bir kameramandır, Mr. Kral. Onun hesabını axırda videonun sonunda qoyacağam. Və ona abunə olsa çox sevinirəm. Və dostlar, getdik. Heydər Əliyev Muzeyinə gəldik. Və indi mənim dostlarım bura gəlirlər. Bəli, gəldilər. Salam. Mən də Mr. Kral. Hamıya abunə olun. Hamıya abunə olun. Və şimdi muzeyin içinə telefon qoymurlar. Sən bu gizlicə göstərəcəyimə əminəm. Və bunu videoları çəkdik. Aşan 44 sahil iş başında. Onun için de Hamız kanalında size bu muzeyi göstermek için telefonu gizlicə orası edəcəm. Bəli, dostlar, indi Mr. Kralın hesabını da videonun sonunda qoyacağam. Bəli. Amma o özü tordan çölü aydın görür. Görürsünüz belə bir formada geyim. Bax, həmin tarıqlarda. Amma bu yun sapdandır. Bu yun sapdandır. Onun şəkarları var. 1600 ildən olmadı. Yox, bu 19-cu əsrdə. Onun ekspanı ediyor, invertar nömrəsidir. Görürsünüz, mis samovar, çaydan. Onun deməli, yəqin ki, bilirsiniz uşaqlar. Ortasına talaşa tökürdülər və yaxud da kömür, yandırırlar, ətrafındakı su qaynayır. Sonra beşik. Hər bir evdə beşik var. Beşik, körpə uşaqlar üçün çox qısa. Al, eksponata al. Bu zəhradır. Deməli, boynu qırxırlar, yumulmur. O yundan, deməli, sap əyirirdilər. Yun sapdan da belə kilimlər toxuyurlar uşaqlar. Yun zorablar toxuyurdular, kilim toxuyurdular. Sonra görürsünüz sandıq, hər bir evdə sandığa rast gəlinirdi. O zaman, deməli, mebel şkaf yox idi. Deməli, ən qiymətli, ən təzə paltarlar, ən qiymətli əşyalar, pul, evə ən yaxşı, necə deyərlər, aid olan bir şeylər burada qatlanıb yığılırdı və məsələn, hansısa bir məclisə, hansısa bir çölə çıxanda, bir yerə gedəndə oradan o təzə paltarları götürüb, qatlanmış təmiz paltarları götürüb geyinirdilər və qiymətli əşyalarını taxırdılar. Məsələn, Qaynana filmində də görürsünüz ki, Cənnət xala bunu orada saxlayırdı, şallarını qatlamışdı səliqəli. Bax, o kinolar da bir tarixi göstərir ki, qədimdə sandıqdan insanlar nə üçün istifadə edirlər. Sonra bu qıza baxanda milli geyimli qız, bunu bizim əməkdaşımız İlham Mirzəyeva, deməli, bütün parçaları, düzdür, bugün müasir parçalardır, amma alıb qədim geyinir. Qədimdə ki, bizim qızlar, gəlinlər necə geyinir, o quruluşda tikib, üzmə tumandır, sonra bura baxın, arxalıqdır, sonra onun altdan da görürsünüz, tapda deyirlər o zaman, indi biz atlas deyirik, elə parçalardan. Sonra araqçını da özü düzəldir, hətta uşaqlar, diqqətlə baxsınız, çarıq da düzəldir. Görürsünüz, nə gözəl çarıq düzəldir, bir də baxanım. Qədimdə bizim qızlarımız, analarımız belə geyinmişdir, belə gözəl geyinib, toya mağara, şənliklərə, qohum evlərinə, gəzintilərə, dəvətlərə gedir. Sonra uşaqlar necə? Bu necə üsulu ilə insanlar yağır. İndi də əksəriyyətlərdə var. İnsanlar gördülər ki, təbii üsulla alınan qidalar daha faydalıdır, daha sağlıqlıdır. Ona görə də indinin özündə də hələ də bazarda meyvə yağı satılır. Sonra köz qədim zamanlarda elektrik yox idi. Elektrik yox idi. Közü istəyirsə onun içine doldururlar, özü çox ağırdır. Onun içine doldururlar və görürsünüz necə mədəniyyət olur o vaxtı. İnsanlar qırışlı baxırmışlar, çıxmamışlar. Onu istəyir, görün, onun üstündə küllər tökülür. Yo, altında onda işi yoxdur ki. Həmdə istədiyinə görə. Onun istədiyi insanlara lazımdır ki, qırışı əritsin. Qədimdə belə elektrik olmur. Belə fənərlərdə insanlar belə fənərlər hətta nöqtədə də gedirlər. Əlində tut, əlində tut. Yox, bu kəndilər. Bu kəndilər, 19-cu əsr arası. Böyle bir yıllık. Orada şkaflara toxunmuyor.
Biraz aralık. Eksploatlara hiç gitmeden Birinden biraz aralık. Ortada keçmə otur. Bax.